Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bugün birlikdə Dream Fest-ə gedirik. Səhər oyandıq, səhər yeməyimizi də tez bazar hazırlayıb yedik. Xalamgil gələndən bəri o qədər ora-bura gedirik, o qədər planımız olur ki, hər gün yeni bir şey çıxır. Ona görə hər səhər demək olar ki, çox yorğun oyanırıq. Səhərlər evdə xüsusi uzun-uzadı səhər yeməkləri hazırlamırıq. Evdə nə varsa onu tez bazar süfrəyə qoyuruq, yeyirik və günə elə başlayırıq. Bugün nə edəcəyik? Biz bugün gedəcəyik Sibirə. Konsertdən. Bugün gedəcəyik. Konsertin adı nədir? Dream Fest. Dream Fest. Sibirə gedirik konsertə. Sonra biz gedəcəyik, yeyəcəyik korpus desert. Nəsə deyilir. Amma onu sabah gedərik də bu gün. Sabah. Onun üstünə bir günə salmaq. Kızlar size bir tane sir atayım. Bu yağla bal ölü dirilden bir şeydir yani. Onu biləsiniz. Nə? Oturmaq istəmirsən? Yaxşı oturmaq istəmirəm. Normal deyil, oturum qalxım, oturmaq istəyirəm. Niyə qalxırsan ki? Götürürəm ya. Mən verərəm də. Otur. Ablam. Hə. Mən bu stolunu bəyənmədim. Niyə? Yaxşı bəyənmədim ha. Təcrübə var. Удобно deyil, yox, qəşəngdir, просто удобно deyil. Çok udoblu. Ну да, конечно. Не подвинешься, ничего. Иди что сиди. Не хотела жить, не дергайтесь. Siz evde şahı. Sen O bu iş sənə də çay çıxır. Azərbaycanlı olduğunu demədən göstər. Yok, вообще. Ни о чем. Ни о чем. başınızı götürür her dedi. Bu ağzımın adını bilmir xala. Bu ağzımın adını bilmir. Bilmem ki uşaq. Mən indi başladım hazırlaşmağa. Günəş kremi çəkirəm üzümə. Bu aralar üzümlə bağlı çox problem yaşayıram. Üzüm allergik reaksiya verir. Səslər eşidirsiniz. Dilim çox gözəldir. Belə günəş kremimi çəkdim. İndi biraz gözləyəcəm. Yəni ona görə çox bir makyaj eləməyi düşünmürəm də əlimi yum gəlirəm. 2 dənə belə qara qələmim var. Bunlardan ikisi də Flormardandır bu arada. Gözümün içinə çəkəcəm. 2 daha qara kəskin bir baxış olsun. Tam hər yerinə gəldiyinə əmin oluram. Çəkdim. İndi vurum. Eğer krem getirmemişimse bu ayın kalmam. Ev unutmuşum. Belə. İndi bu mayları heç olmaz. Artıq nə qədər alınsam o qədər eləyəcək. Bacardığımız qədər. Yəni bacardığımız qədər gözümüzə belə dumanlı bir effekt verməyə çalışırıq. Xüsusilə uclarına, kənarlarına, gözümüzün kənarlarına. Mən paletdən qəhvəyi rəng götürürəm, amma burada görürsüz qara rəng çıxır. Çünki mən həmişə bu fırçadan istifadə edirəm. Fırçanın üzərində karandaşın onsuz da köhnədən qalan rəngi durur. Ona görə belə smoky bir effekt verir. İndi üstündən yenə gedəcəm, onsuz da qara rəngdən birdən. Mən göz makyajımı bitirdim. Belə oldu. İndi bax, yenə Flormar Longer Than Ever. Mən bundan 2 dənə almışam. Amma hələ də başa düşə bilmirəm ki, mən bunu tuju sevirəm yoxsa sevmirəm.
Çünki çox qurudu. Əslində çox qurudu, amma bəzən sevirəm, bəzən sevmirəm. Bilmirəm. Qərar verə bilməmişəm. Aynını tur çəkirəm. Görməkdə necə olacaq. Baxaq. Salam dostlar, biz indi evdən çıxdıq və Gedirik hara? Dream Fest'ə konsertdə Sibrizdə konsert olacaq. Neçə günlük konsert idi? 4-5 gün konsertdir. Biz ayın 24-ü üçün almışıq biletini. İndi bugün hal-hazırda ora gedirik. Biraz tez çıxdım evdən. Çünki mən düşünürəm ki, ora çox adam gələcək. Ona görə Və gəzmək istəyirik gezmək dostlarla. istəyirik həm də biraz. Bəlkə nə bilim bir şeylər içdik, bir şeylər yedik, hə? Ona görə biz tez getməyə qərarına gəldik. Həm mən maşını saxlamağa da yer rahat tapım deyə. Çünki hazırlaşdıq, əynimizi geyindik, makyajımızı elədik. Görək necə olacaq. Mən çox həvəsliyəm. Biz gəldik. Satdıq. İndi gedirik. Biz indi buradayıq, gedirik. Konsertin olacağı yerə tərəf. Görək nə olacaq. İndi sizə ətrafı biraz göstəreyim. Baxın belə. Bu arada yaxşı ki, festivalın keçiriləcəyi yerə tez gəlmişik. Hətta girişdə maşında xeyli gözlədik, o hissələri çəkməmişəm. Biz festivalın başlamasına təxminən 2 saat qalmış gəlmişdik. Amma biz gələndən sonra təsəvvür belə eləyə bilməzsiniz nə qədər insan gəlməyə başladı. Ona görə də əgər gələn il siz də bu festivala gəlməyi düşünürsünüzsə, mütləq tez gəlməyinizi məsləhət görərdim. Bu arada bir məsələ var ki, məncə daha yaxşı təşkil oluna bilərdi. Festivalın keçirildiyi, yəni müğənnilərin səhnəyə çıxacağı əraziyə insanları çox gec buraxdılar. Məncə insanları daha tez buraxa bilərdilər. Yəni insanlar orada nə edəcəkdilər? Sadəcə dayanacaqdılar, festivalın başlamasını gözləyəcəkdilər. Mənasız bir şeydir. Yəni insanları o qədər orada saxlamaq o istidə. Onsuz da konsert də gec başladı. Demişdilər ki, saat 6-da başlayacaq, amma saat 7 daha da gec ola bilərdi konsert başlayanda. İlk olaraq müğənnilər qırmızı xalda yeridilər və oradakən onlarla müsahibə aparırdılar. Müsahibə bitdikdən sonra festival başladı. Amma bir şey də qeyd etmək istəyirəm. Festival boyunca demək olar ki, hər şey rus dilində idi. Açığı bu mənə çox qəribə gəldi. Düşünürəm ki, Azərbaycanda keçirilən və qatılan insanların 90%-nin Azərbaycanlı olacağı bir festivalda niyə əsas dil Azərbaycan dili olmamalıdır? Bu arada rus dilində danışılmasına qarşı deyiləm, amma içəridə əgər rus dilli qonaqların olacağını düşünüb bunu ediblərsə çox yanlışdır. Çünki orada sadəcə rus dilli insanlar yox idi. Xaricilər də var idi, Azərbaycanlılar da var idi, ruslar da var idi. Yəni əgər hamıya xitab eləsin deyə bir dil seçmək istəyirdisə, məncə bu ingilis dili olmalı idi. Nəysə, heç nə olmaz. Nəysə, nəhayət konsert proqramı başladı, amma konsertlə bağlı məni ən çox təəccübləndirən bir şey haqqında danışmaq istəyirəm. Çıxış edən müğənnilərin, xüsusilə də Azərbaycanlı müğənnilərin demək olar ki, hamının bildiyi, sevdiyi mahnıları oxumaq əvəzinə daha az tanınan mahnıları seçmişlər. Açığı repertuar seçimlərini heç başa düşmədim. Məsələn, Tünzalə Ağayeva gəlmişdi. Onun o qədər məşhur, insanların əzbər bildiyi və birlikdə oxuya biləcəyi mahnılar varkən, o mahnılar əvəzinə daha az tanınan mahnılarını səsləndirdi. Məncə belə böyük bir festivalda insanların əylənməsi və mahnılara qoşulması üçün daha çox hit mahnılar istifadə olunmalı idi. Çünki tamaşaçı da konsertə məhz sevdiyi mahnıları canlı dinləmək və müğənni ilə birlikdə oxumaq üçün gəlir. Bilmirəm, bəlkə də bunun xüsusi bir səbəbi var idi, amma mən şəxsən repertuar seçimlərini bəyənmədim, mənə çox qəribə gəldi. Yəni mən düşünərdim ki, ən çox sevilən mahnıları oxuyacaqlar. Elə düşünürdüm açığı, amma heç elə olmadı. Və bəyənmədiyim son bir məqamı da deyib, sonra sizi konsertdə çəkdiyim görüntülərlə baş-başa qoyacağam. Hər bir müğənninin çıxışı arasında həddindən artıq uzun fasilələr var idi. Yəni bir müğənni çıxışını bitirirdi, amma növbəti müğənninin səhnəyə çıxması kifayət qədər uzun çəkirdi. Başa düşürəm, səhnənin hazırlanması, texniki məsələlər və səs yoxlamalar üçün müəyyən qədər vaxt lazımdır. Amma məncə fasilələr biraz daha qısa ola bilərdi. Every
Sürüm sürüm sende, söz bir daha tövbe desende. Kalbim aşkın ortasında, atıyor ben dur desem de. Sürüm sürüm sende, söz bir daha tövbe desem de. Kalbim aşkın ortasında, atıyor ben dur desem de. Sende söz bir daha tövbe sende. Kalbim aşkın ortasında, atıyor ben dur desem de. Sürüm sürüm sende, söz bir daha tövbe desem de. İstedim seni, susuz kalmış toprak gibi.
reach you. If you should come in, if you go for the girl. Yeah, but not today, not together. Nefes olsa nefes verin alya. Bir sen nasıl nefes ettim seni daima. Katilim olmuş cezbederek beni sahibe. Gökyüzüyle kıskandım gecesini maviden. İstekli yavaş yakar, bırakmıyor ki aşk. Sensiz kendimden geçtim dalıp uzaklara. Aşk gidip dönmemek mi, böyle özlemek mi, yok mu mutlu bir son? Vurulup ölmemek mi, var mı başka bir yol? Bilmez ki şu hasreti sessiz sus dedikçe. Uçurumdayım gelip tut elimden. Ya da düş benimle dans bilen. Ara 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 oldu beni yara başa. Sara sara ara 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 sanki